Salam uşaqlar. Bu misalda yəni yeni əlavə olunmuşlara baxıb bu ilki imtahanlar üçün belə bir nəticə çıxartmaq olar. Bu nəticə çox vacibdir. İzahın axırında bir neçə izahlarda da vermişəm. Axırda bu nəticəni sizlə paylaşacağım. Yəni bu ilki imtahanlarda ən çox istifadə olunan hal hansı olacaq? Diqqətlə baxaq hələlik məsələyə. Deməli, birinci deyir ki, OC şüası deməli, bu 120-yə bərabər olanı 7/8 nisbətində bölür. Mən də fikirləşirəm ki, onda 7K üstəgəl 8K bərabər 120 yazırıq. 15K. Hələ ki, yəni təzə bir şey yoxdur. Deyirsiniz, hə, bu ili bu digərlərindən fərqləndirən nə var ki burada? Hələ ki, heç nə yoxdur. Böldük. K-nı tapdıq 8. K-nı 8 tapandan sonra həmin bu bucağın üstündə də göstərə bilərəm, çəkmirəm. Onda belə çıxır ki, 7-8 nisbətində bölübsə bu OC şüası. Onda yazın bura. Bucaq AOC bərabərdir. 7/8. 8 tapmışıq axı. Eləyir 7/8 56 və BOC bucağı bərabərdir 8/8 64-ə. Aha. Amma ən vacib şey axıra saxladıq və bu il bir neçə yox, çox testdə belə bir yeni əlavə olunanlarda belə bir məqamlar var ki, iki hala baxmalıyıq və bu halları indi önümüzdəki çalışmalarda da görəcəksiniz. Amma burada ola bilər ki, deməyib baxı xüsusilə qeyd eləməyib baxı AOC 7-dir, BOC 8 nisbətindədir. Ona görə ikinci hala da baxırıq. Hansı hala? AOC bucağı 8/8 64'dür. BOC bucağı 7/8 56'dır. Onda gəlin baxaq. Əgər AOC 56'dırsa, tənbölənlə bölünəndə alınacaq burada 28 və şərtə görə BOC də 64'dürsə, birinci halda həmin bu istədikləri bucaq olacaq 28 ilə 64'ün cəmi. Yəni 92. Bunu yadımıza saxlayaq. Yox, əgər ikinci haldakı kimi AOC 64'dürsə, onda buradakı bucaq 32 olacaq. Onda BOC olacaq 56. İkinci halda onda 32 üstəgəl 56 cavab eləyəcək 88. Və bizdən də istəyir çalışmada ala biləcəyi qiymətlərin fərqini. Yəni 92-88 ala bilər. Bunların fərqi də eləyir 4A variantı. Yenə təkrar edirəm, ən vacib məqam bu ilki əlavə olunmuşlarda həddindən artıq çoxlu həm cəbr